Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabından üzerine olsun. Allah Teala elm öğrenmeyde bizleri daim müvəffəq eylesin. Allah Teala dualarımızı qəbul eyləsin. Allah Teala elmimizi artırsın. Allah Teala bu gözəl vətənimizi qorusun. Allah Teala vətənimizin düşmənlərini məhv eyləsin. Allah Teala əskərlərimizi qorusun. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eyləsin. Allah Teala ölkəmizə qarşı pislik istəyənləri öz pisliyində həlak eyləsin. Allah Teala düşmənlərin havadarlarını darmadağın eyləsin. Amin. Biz əvvəl Fatihə surəsində toxunmuşduq. Fatihə surəsində olan ecazkarlığı, Fatihə surəsinin sirləri, Fatihə surəsi şəfadır Allahın izni ilə. Fatihə surəsindən necə insan şəfa tapmaq üçün onlardan istifadə etməlidir. Bunlar hamısı toxunmuşduq. Yəni Fatihə surəsi bizlərə nə öyrədir? Çox əzəmətli bir nədir? Əlbəttə ki, surədir. Bugünkü mövzumuz nədir? Sual-cavab və Fatihə surəsi haqqında bir neçə gözəl faydalar. Birinci sual, Fatihə surəsini oxumaq namazın rükunlarından, əsaslarından sayılırmı? Bəli. Fatihə surəsinin oxunması namazın hər rükatında rükundur. Yəni, əsaslardandır. Ona görə də hər rükatda Fatihə surəsi oxunmalıdır. İstər cəmaatla qılırsan, istər tək qılırsan, hər rükatda nədir? Fatihə surəsini oxuyursan. Çünki Peyğəmbərimiz buyurur sallallahu aleyhi ve sellem ki, Fatihətul kitab, yəni Fatihə surəsini oxumayanın namazı yoxdur. Sadəcə cəmaatla qılınanda imamın oxuması səsiz namazlarda cəmaat üçün keçərlidir. Amma bütün digər vaxtlarda hər rükətdə, baxın, hər rükətdə 1, 2, 3, 4 Fatihə surəsi nədir? Oxumalısan. İkinci, Fatihə surəsini, baxın, Fatihə surəsini nişan və ya evli zamanı oxumaq sünnədir, yoxsa bidətdir. İndi bəzən görürsən ki, hər şeydə Fatihə surəsini oxuyurlar. Misal üçün deyək ki, nişan əsnasında Fatihə surəsinin nişan, sualları saxlayın deyirəm də, xahiş edirəm. Bir dəqiqə. Görürsün, bir dəqiqə. Mən danışıram elə yazırlar. Mən danışıram yazırlar. La ilahe illallah. Bir dinləyin, elm öyrənin. Fatihə surəsinin nişan və ya evlilik, xütbə, yəni evlilik zamanı oxumaq sünnədə yoxdur elə bir şey. Əksinə, əlavədir. Çünki Qurandan müəyyən bir hissəni, müəyyən bir əməl üçün təyin etmək yalnız dini dəlillərlə olmalıdır. Subhanallah. Necə ki, alimlərdə Əbu Şəm Əl-Məqdisi buyurur ki, şəriətin təyin etmədiyi vaxtlarda və hallarda ibadətləri xüsusi etmək doğru deyil. Çünki bir ibadəti müəyyən bir zamana və ya vəziyyətə bağlamaq insanın ixtiyarında deyil. Bu yalnız Allah Rəsulunun haqqıdır. Yəni, sən özündən uydura bilməzsən. Fatihə surəsi oxunur harada? Namazda. Nə zaman oxunur Fatihə surəsi? Misal üçün, ağrıyan yerin varsa, amma toy əsnasında, nişanda, elçi gedəndə bəzən görsən Fatihə surəsini oxuyurlar. Bu Peyğəmbərimizin sünnəsində gəlməyib. Yəni, nişanda Fatihə surəsini oxumaq dini baxımından əsaslanmır və onun ibadət kimi görmək düzgün deyil. Üçüncü sual çox gözəl sualdır bu. Və bunu da görün, ərəb ölkələrində bu yayılıb bəzi insanlar tərəfindən. Fatihə surəsi müəyyən sayda, məsələn, 40 dəfə oxumaq evlənmək üçün və ya 100 dəfə oxumaq ruzu üçün düzgündürmü? Cavab xeyr, düzgün deyil. Yəni, Fatihə surəsini müəyyən bir sayda oxumaq, məsələn, 40 dəfə evlənmək üçün, 100 dəfə ruzu üçün və ya başqa bir dünya işlər üçün şəri dəlil yoxdur. Subhanallah. Yəni, təyin etmək ki, mütləq 40 dəfə oxumalısan deyə. Qurandan bir üstünə müəyyən bir dünya məsələlə bağlamaq üçün dəlil yoxdur. Fatihə surəsini oxumaq onun fəzilətinə ümid edərək edilə bilər. Misal üçün, cindən, şeytandan qorunmaq üçün. Lakin sən müəyyən edilmədən. Görsən, nə deyir alimlər? Misal üçün, suyu oxuyanda 3 dəfə də oxuya bilərsən, 4 dəfədə, 5 dəfədə, 7 dəfədə. Amma son zamanlarda mod olub. 40 min dəfə İxlas surəsini oxu və yaxud da 40 dəfə Fatihəni oxu falan şey olacaq. Peyğəmbərimizdən belə hədislər yoxdur. Amma müəyyən say təyin etmək bu nədir?
doğru değildir. Dördüncü sual, Fatiha surəsini ümumilikdə Quran-ı Kərimi necə təfəkkürlə oxumaq, tədəbbür dilə buna, yəni düşünərək oxumaq olar. Dayanmadı zəngdən. Fatiha surəsini və Quran-ı Kərimi dərindən dərk etməyin ən mühüm vasitələrindən biri təfəkkür ibadətdir. Yəni, oxunan ayələrə üzərində düşünmək, onların mənasını qəlbdə canlandırmaq. Allah təala bizə nə buyurur bu Quran-ı Kərimdə? Və həyatla əlaqələndirməkdir. Cəhənnəm ayətləri, cənnət ayətləri və s. Tədəbbür bu deməkdir. Allah təala bizə bu ayələrə nə mesaj verir? Nəyi buyurur Allah təala bizlərdən? Belə oxumaq bu ibadət qəlbi yumşaldır. Allah qorxusunu artırır və insanı Rəbbinə yaxınlaşdırır. Təəssüf ki, bəzi insanların halına baxanda qəlbinin sərtliyi, baxın, və gözün nuru olmasını görürsən. Halbuki onlara Allah ayələri oxunur. Elə ayələr ki, əgər dağlara nazil olsaydı, dağlar titrəyər, parçalanardı. Amma görürsən, oxunur, heç bir şey nədir, qəlbə girmir. Çünki Quran-ı Kərimi təfəkkürlə oxumaq, anlamaq, düşünmək neymətindən nədir? Məhrumdur. Allah təala buyurur, əgər biz bu Quran-ı Kərimi bir dağa nazil etsəydik, sən onu Allahdan qorxub parça-parça olduğunu görərdin, deyir. Həşr surəsi 21-ci ayə. Buna baxmayaraq bəzi insanların qəlbi heç təsirlənmir. Bu isə insanın fərqinə varmadan düşdüyü ən böyük müsibətlərdən biridir. Yəni, Qurandan ləzzət almaq elə bir neymətdir ki, onu yalnız dadanlar bilər. Quran-ı Kərim oxumaqla ləzzət alır, dinləməklə ləzzət alır. Bu neymət qəlbi yüksəldir, insanı saflaşdırır, həyatına bərəkət gətirir. Görürsən, insan bu Quran oxuyur, təsirlənir. Beləcə, Fatihə və bütün Quranı ayələr oxuyarkən dayan, düşün, qəlbinlə dinlə. Çünki məqsəd dil ilə oxumaq deyil, qəlb ilə anlamaq və yaşamaqdır. Allah təala bizlərdən nə buyurur? 5-ci sual. Bismillahirrahmanirrahim. Fatihə surəsinin ayəsidirmi? Bilirik ki, bütün surələr nə ilə başlayır? Bismillahirrahmanirrahim. Cavab. Bismillahirrahmanirrahim hər surənin əvvəlində olan bir ayədir. Lakin Fatihənin surəsi özündən hesab edilmir. Fatihə surəsi nereden, hardan başlayır? Elhamdülillahi Rabbil alemin. Ama Bismillahirrahmanirrahim bütün surələrin önündə oxunan ayədir. Yəni Fatihə surəsi Bismillahirrahmanirrahim istisna olmaqla 7 ayədən ibarətdir. Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Malik yevmiddin, İyyâke na'budu ve İyyâke nesta'in, İhdinas sıratal mustaqim, sıratal lezîne en'amte aleyhim, gayril mağzubi aleyhim, veleddallin. Ama her surenin əvvəlində oxunur Bismillahirrahmanirrahim. 6-cı sual. Namazda Bismillahirrahmanirrahim, yəni Fatihədən əvvəl oxunan gizli oxunur, yoxsa səslə oxunur? Alimlər qeyd ediblər ki, Peyğəmbərimiz s.ə.v istər Fatihədən əvvəl, istərsə də ondan sonraki surədən əvvəl Bismillahirrahmanirrahim oxuyardı, lakin ucadan deyil, gizli oxuyardı. Amma bir insan Fatihə surəsini səslə oxusa, yenə də oxuya bilər, eyb etməz. Amma Resulullahın sünnəsi nədir? Peyğəmbərimiz s.ə.v Bismillahirrahmanirrahim, yəni bu ayəni neyniyərdi? Səssiz oxuyardı, gizlin oxuyardı. Amma birdən səsini ucasla, misal üçün deyək ki, axşam namazını qılır, birdən desək ki, Bismillahirrahmanirrahim səsini oxusa, yəni burada heç bir problem yoxdur, lakin Peyğəmbərin sünnəsi daha önəmlidir. Yəni, bəsmələ, Bismillah namazda oxunması müstəhəbdir, vacib deyil. Lakin imkan daxilində tərk edilməməlidir. Çünki nəyə görə? Peyğəmbərimiz daim neyniyib? Oxuyub. 7-ci sual, bu ən çox insanları maraqlandıran sual. Fatihə surəsinin suya, zeytun yağına, bala və ya paltar kimi şeylər oxumağın hökmü nədir? Misal üçün, suya oxumaq, zeytin yağını oxumaq, bala oxumaq, şəfa niyyəti ilə ki, Allah şəfa versin. Fatihə surəsinin suya, zeytin yağına, bala və ya digər maddələ oxuyub, onlara üfürmək, nəfəs vermək caizdir, icazəlidir. Və bu əməl təcrübə ilə təsdiqlənmiş
faydalı bir şəfa vasitəsidir Allahın izni ilə. Fatiha surəsinin ruqya, yəni Quranla şəfa üçün ən fəzilətli surələrdən birisidir. İnsan ya öz xəstəliyinə, ya da ailə üzvlərinə və ya sevdiklərinə şəfa niyyəti ilə oxuya bilər. Əlini qoyur üzərinə neynir? Oxuyur. Yəni insan Fatihə surəsini oxuyub azacıq nəfəsini və tüpürəcəyini, nəmliyini, nəfəs şəklində belənçinə suya üfürər, sonra onu içər, bədəninə sürtər və ya başqasına içirər. Bu əməl dində caizdir. Sidr tozunu qatanda daha faydalı olur. O suya sidr tozunu əlavə edirsən, üzərinə Fatihə oxuyursan, oxusan əlavə İxlas, Fələq, Naz, Ayət Kürsi daha yaxşı. Tək Fatihə də olar, amma hamısını oxusan daha güclü olur o zaman. Bu üsuldan faydalı olması alimlər tərəfindən də təcrübə ilə təsdiqlənmişdir. O cümlədən İbn Qeym rahimehullah kimi alimlər Peyğəmbərimiz yatmazdan əvvəl Qul huvallahu əhəd, Qul ə'udhu bi rabbil fələq, Qul ə'udhu bi rabbin nəs surələrini oxuyar, əlini için üfürər. Sonra nə inərdi? Bütün bədəninə çəkərdi. Nə üçündür? Cindən, şeytandan qorunmaq üçün. Bu səbəbdən Fatihə surəsini şəfa niyyəti ilə suya, bala və ya digər, misal üçün baldır, zeytinyağıdır, oxumaq caizdir. Faydalı təcrübə ilə təsdiqlənmiş bir ruqya formasıdır. Misal zeytinyağını ağzına yaxınlaşdırıb oxuyur, o zeytinyağını yiyir. Caduya qarşı, əgər insana yedizdirmə cadusu olunubsa və s. 8. Ruqya. Ruqya nə deməli? Quran-ı Kərimdə oxuyan surələr şəfa üçün. Oxuyub şəfa edən şəxsin nəfəsinə və ya bədəndən gələn bərəkətə inanmaq caizdirmi? Bunun ölçüsü nədir? Burada insanlar səhvə düşürlər. Misal üçün aparırlar suyu hansısa bir təriqət şeyxidir. Elə bilir ki, onun nəfəsi olsa bunda bərəkət olacaq. Bərəkət, heç kimsənin nəfəsində bərəkət zad yoxdur. Belə cür təbərrük ancaq Peyğəmbərə xüsusidir. Mesela görürsən bəzi təriqət şeyxləri, sufi şeyxləri stəkanı verirlər, oradan içdisə elə bilirlər ki, onun ağzı dəyən yerə bərəkət var, o su üzərində qırğın gedir. Bərəkət umurlar. Olmaz. Belə şey yoxdur. Ruqya oxuyan şəxsin nəfəsindən, tüpürcəyindən və ya bədənindən bərəkət gələcəyinə inanmaq yanlış bir əqidədir və caiz deyil. Hətta bu inanc şirkə aparan bir əməldir. Hətta bəzi təriqətlərdə var ki, övliya dedilər şəxsin ayaq suyunu belə içənlər var. Güya onun ayağın suyunda bərəkət var. Əstəğfurullah. Ayaq suyunda niyə bərəkət olsun? Ay sapıqlar. Belə də şeylərə inananlar var yəni. O bəzi təriqət şeyxlərində var. Güya onun tüpürcəyində, nə bilim, nəfəsində göy bərəkət var. Subhanallah. Bərəkət yalnız Allahın qoyduğu səbəblərlə və şəriətin təsdiqliyi vasitələrlə hasıl olur. Bu ancaq Peyğəmbərə istisnadır. Peyğəmbərimiz s.ə.v dəstəmaz alardı. O dəstəmaz alan qalan suyundan sahabilər götürər də bədənlərinə sürtədilər. Təbərrük deyilir. Bu Peyğəmbərə xüsusidir ancaq. Peyğəmbərdən başqa heç kimsə bunu eləməyib. Nə Əbu Bəkir, nə Ömər, nə Osman, nə Həzrət Əli, nə imamlar. Amma bugünkü sufi şeyxlərinə bax, özlərini elə dərəcəyə qoyublar ki, güya bunların içdiyi qabdan su içmək, misal üçün, güya bərəkətlidir. Niyə? Güya bunun ağzı, nəfəsi bərəkətlidir. Sən kimsən? Bu Peyğəmbərə aiddir. Bunu bəzi təriqət şeyxləri özlərinə nisbət edirlər. Bəzi müştəhidlər özlərinə nisbət edirlər. Hətta onlardan bəzisi var. Güya bunun bədənindən gələn tər insanlara bərəkətdir. Bədəninin tərini sirirlər, üzünə su çəkirlər. Estağfurullah. Belə bir təbərrük ancaq Peyğəmbərə xüsus olub. Çünki Allahın rəsuludur. Siz kimsiz? Peyğəmbərə oxşadırsınız özünüzü. Bu sapıqlıqdır. Subhanallah. Amma başqa heç kimsə, istər alim, istər salih, istər ruqya oxuyan olsun, belə bir təbərrük caiz deyil. Çünki kim Allahın qoymadığı bir səbəbi şəfa və ya bərəkət vasitəsi kimi qəbul edərsə, o zaman Allahla yanaşı bir səbəb qoymuş olur. Bu isə Allaha şərik qoşmanın növlərindən biridir. Mən elə şeylər görmüşəm ki, bəzi o təriqət şeyxlərində insanın tükləri ürpəşir. Birisi var, oturub sapıq, güya bu övliyadır. Yaxşı, tutam ki, övliya, neyniyim? Yəni, gəl, otur çiynimdə, ayaqlarında salla aşağı. Sən yaxşı əməl edirsənsə, bu yaxşı əməli Allah üçün edirsən. Sən yaxşı əməl etmirsən ki, insanlar səni şişirsin,
İnsanlar gətirib sənə pulunu versin. La ilahe illallah. Almanı yeyir, atır, oradan kimin ağzı dəysin deyə alma özlərində qırğın gedir. Güya bunun ağzı dəyən yer bərəkətlidir. Güya bunun hansı yerdən su içibsə, o su bərəkətlidir. Ayaq suyunu yuyub, ayaq suyunu içənlər var ki, güya övliyanın ayağıdır, bərəkətlidir. Kimsə icazə verib ki, öz bədəninizlə, tənizlə, tüpürcəyinizlə bərəkət iddia edəsiniz və insanları şirkə dəvət edəsiniz. Hətta onların bəziləri var, sapıq adını demək istəmirəm, adını deyən kimi bəziləri qıcıqlanır. Azərbaycana gəlib gedirdi, vaxtı ilə daha gəlmir. Hansı stulda otururdusa, güya bir övliya idi. Heç eşitmişsiniz kimsə özünü övliya desin? Əbu Bəkir, Ömər, Osman, Əli, imamlar, salihlər, Allahdan onlardan başqa Allahın övliya qulları var? Yox. Heç zaman adlarının əvvəlini yazıblar filan övliya deyə. Heç kimsə deməyib onu. Çünki özləri deməyiblər, iddia etməyiblər və tələbələr də bunu deməyib. Amma bugünkü sufilərə bax, tələbələr övliya həzrətləri. Hardan bilsən övliya olduğunu? Hə, oturandan sonra qırğın gedir ki, şeyxin arxası dəyən yerdə mən oxuyum, oturun. Nə şeyxin arxası dəyən yer bərəkətli olur, əstəğfurullah. Ki, bu övliyadır. Bəli, bəli, o sapıq gəlib gedirdi vaxtı ilə, daha gəlmir, əlhamdülillah. Otururdu bir stulda, gedəndən sonra qırğın gedir ki, orada mən oturum. Övliyanın arxası deyib. Nə, o övliyan hansı tapışqaları giyib tualetə gedirdisə ayaq yoluna, gələndən sonra tapışqalarını giyirdilər ki, bunun ayağında bərəkət var. Kim deyib bunu? Allah Rəsuluna aid olan şeyi Peyğəmbərdir, özünüzə götürməyin sapıqlar. Hə, bu var bəzi təriqətlərdə. Öz tərini silib verən var. Nə bilim, güya bərəkətdir, uşağın başına eləyir ki, güya bunun tüfürcəyi bərəkətdir. O bəziləri var. O Peyğəmbərə aid olub, sizə aid deyil. Subhanallah. Bəziləri neylə özlərini Allah dərəcəsinə qoyurlar. Ona görə də təbərrük nədir? Şəriətin və ya hansı hissi təcrübə ilə sabit olmayan səbəblə bərəkət axtarmaq caiz deyil. Müsəlman yalnız Allaha bağlanmalı, ondan istənməli və öz-özünə Quran, xüsusən Fatihə oxuyaraq Allahdan şəfa diləməlidir. Və gərək insan bilsin ki, şəfa verən yalnız Allah Teala'dır və bərəkət yalnız Allahın kitabındadır. Ruqya oxuyan və ya isə sadəcə bir vasitədir, səbəbdir, şəfa verən Allah özüdür. Bu zamanlarda isə ruqya oxuyanlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki onların arasında aldadıcı, fırıldaqçı, dilənçilik edənlər çoxalmışdır. Hətta falçılar belə var. Gör, ruqya oxuyur cəmaata. La ilahe. Bəziləri isə bilməyən insanları neyniyirlər? Aldadırlar. Bəziləri isə cadukarlara və seyrbazlara əlaqə saxlayırlar. Özlərini ruhani şeyxlər və ya salih övliyə kimi tanıdırlar. Əməlləri isə batil damısı. Buna görə müsəlman çox diqqətli olmalıdır. Nə özünü, nə ailəsini bu kimi şəxslərin ixtiyarına verməməlidir. Şəfa yalnız Allahdandır. Bərəkət isə onun kitabındadır. İnsanın ümid bağladığı yalnız Allah olmalıdır. Siz elə şeylər danışaram ki, dəştək düşərsin. Gör, bu övliyadır. Hətta bir dəfə Arafada, düşünün Arafada, Məkkədə, Arafa meydanında hər kəs dua edir, Allahdan yardım diləyir, ağlayır, Allahdan ən çox cənnət əhli etdiyi insanlar bir təriqət gəlmişdir ora. Hansı təriqət idi? Ay Allah. Adıyaman təriqəti. O mənzilcilərdir. Nədir o? Bugün də var ya, sapıqlar. Övliyə dediyi şəxs oturub qabaqda, hamısı qabağında belə oturub. Güya sən övliyanın qabağında özünü it kimi zəll etməlisən. Sahabələr Peyğəmbərin qabağında belə oturublar. Özüm görmüşəm şəxsən. Mən də həcd olsa belə sapıqları görəndə maraqlanırdım, gedirdim, çadırlarına girirdim, kənardan izləyirdim. Elə sevinirdilər, elə bilirlər ki, mən bunlardan nəsə öyrənirəm. Buyur, buyur deyirlər. Dedim, yox, mən buradan dinləyirəm. Vaxt gələr, sizin sapıqlarınızı danışaram insanlara. Övliya oturub, güya bu övliyadır, özünü şişirdib. Peyğəmbərimiz heç zaman oturub insanın nasıl deyib ki, mən övliyayam, heç zaman heç şey iddia etməyib Peyğəmbərimiz. Oturub, qabağında oturublar belə, əlləri belə. Deyirəm ki, bu nədir? Deyir ki, bu övliyadır. Biz onun qarşısında özümüzü it kimi aparmalıyıq. Deyirəm, it deyilsən axı sən, insansan. Allah sən insan ya. Deyir ki, yox, biz it kimi özümüz onun önündə zəlir göstərməliyik. Bu mənzilçilər təriqətində var belə. Belə deyəmlər, hav, 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 hav. İt kimi hürürlər. Arafa meydanında. Arafada insanlar yalvar, ya Allah, cənnət əhli elə mən deyib bugün. Düşünün. Arafada Allahdan istəyəsi, indi övliyanın qabağında belə otururlar belə.
Yola hav 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 hav. Güya şeydilərdi, özlərini belə övliyanın önündə zəlil kimi göstərir. Mən deyir, onun köpəyiyəm deyir. Demə Allah səni insan yaradı, bir köpək yaratmayıb. Sən elə köpək olsaydın, buldog olardın elə. Gör özünü nə dərəcəyə qoyub. Sonra bu övliya dedikləri götdü bir dənə bu boyda qab suyu, içir belə ağzından, güya indi onun ağzına dəyən yer bərəkətlidir. Götürür belə, atmaq istəyir, saxlayır. Bunlar da o istiqamətə hava 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 uçurlar belə. Tapdalan, yıxılırlar. O da gülür. Bir şey əlindədir. Yəni dikisi aldatdım deyir. Dedim ama bu övliya deyil, bu maşenlikdir. Hardan tapmışsınız bunu? İkinci dəfə götürür belə, ağzından içir. İndi güya bu tərəf atacaq, sağ tərəf atacaq. Atmaq kimi göstərir, atmır. 1 litrli su qabıdır. Bunlar şığıyırlar ora, yıxılan hansı. Sonra belə gülür. Əlimdədir. Subhanallah. Dedim, bu maşenlik də bu məsxərəyə qoyur cəmaatı. Özü Arafa meydanında. Cəmaatın pulundan kef eləyir. Sonra içdi, atdı. 1 litrlik qabı. O 1 litr su qabının üzərində mən çadırdan qaçdım, kənara çıxdım, görüm mən də əziləcəm. Qırğın gedir. İndi bu götürür, içmək istəyir, bu bunun əlindən alır. Övlən əli, dodağı dəyən yer bərəkətdir. Yazığın birisi ağzına aparan ona bir dənə yudar qoydular. Uçdu deyə, tez bu əlindən götürdü. O 1 litr su qabının için it kimi qırırdılar. İt kimi hav hav hav, yıxan hansı, tapdalayan hansı. Niyə? Övliyanın ağzı deyib. Arafa meydanında insanlar ağlayır ki, ey Rəbbim bizi cənnət əhli elə. O 1 litr su üstüne qırğın getdi. Vallahi billahi tallahi özüm şahid olmuşam. Mənə də deyir bəziləri ki, sən niyə geysin? Bunlar baxırdı ki, qoy vaxtlara danışaram insanlara ki, sapıqdır bu sufi təriqətləri var. Sufi təriqətləri Allah'ı yox, insanı Allah dərəcəsinə qoyurlar, şişirdirlər. Qırdılar o 1 litr su üçün, yıxılan hansı. Birisi deyirəm də ağzına aparmışdı ki, bir dənə qoydular ona belə, uçdu ya yazıq. Nəsə bu su, o butulka 1 litrlik qab cırım-cırım oldu belə. O övliyə dedilər verir, gülür. Maşenlik. Sonra götdü Almanı. İndi Almanı dişləyir belə, atacaq ki, elə bilirlər ki, bu elə tərbiyəlilərdə övliyasansa sənə deməli tüpürcəyin, ağzın dəyən yer bərəkətlidir. Almanı belə atdı. O alma üstündə bir dənə qırğın gedir. Yazıq alma. Bilmədim kim dişləyə bildi onu. Bir 50 nəfər qırğın gedir almanın üstündə. Ölün dedim, yerə girin sizi. Ya budur sufizm. Övliya deyə şişirdirlər, sonra da Allah dərəcəsinə qoyurlar. Avam insanlar deyildi onlar. Aldadılmış insanlar idi. Hamısı da çoxu da Almanya'dan gələn, Avropada yaşayanlar idi. Savadlı da insanlar idi. Aldadılmış insanlar. La ilahe illallah. Pipetlə arasına ağzına damlacımı olardı da bu övliya şey qurur axı, saxtakar. Bu belə şey. Peyğəmbərdən başqa heç kimsə yoxdur. Sonra birisi var İraqda. Bu Mərsiyə oxuyan. Belə aldadırlar. Güya cəmaat elə bilir ki, bu Mərsiyə oxuyur deyə bunun alnından gələn tər nədir? Şəfadır. Bir dəsmallarını atırlar, özü silir verir cəmaata. Özü buna şərait yaradır. Özü silir verir cəmaata. La ilahe illallah. Belə şey yoxdur dinimizdə. Alimlərə hörmət edir amma Allah dərəcəsini qoymaq olmaz. Ondan sonra bir dənə təriqət görmüşdüm. Bunlar da İngiltərədən gəlmişdi. Bu türklər idi yəni müsəlman, Türkiyədən. Türklər idi, hə. Bir dənə təriqət gördüm, İngiltərədən gəliblər. 10-15 nəfər idi. Balaca qrup idi. Arafa meydanında dəf çalırdı, bul. Mən də yaxınlaşdım, durum. Abi siz hardan gəlmişsiniz? Dedi ki, İngiltərədən. Gördüm bir dənə də qalın döşəyi qoyublar. Bunların övliya dedikləri yatır. Bu cəmaat dua eləyir, Arafaya gəlmək üçün yalvarırlar. Bütün günü yatdı. İndi bunlar da ətrafına belə dayanırlar belə. Övliya yatır. Birdən durur. Duran kimi balaca dəf var belə. Dubul çaldı bu da. Öyle şeyleri tezdən yatır. Axşama qədər yatdı, dua eləmədi o. Deyirəm bu nədir? Bu bizim övliyadır deyir. La ilahe illallah. Ona görə bax belə şeylər düzgün deyil, aldadırlar. O sufi təriqətləri və ya bəziləri o müştəhidlər, güya bu müştəhiddir, ağzının tüpürcəyi nə bilim filandır, uşaqların başına nə bilim puzad eləyir. Görmüşəm, güya bu məşhur müştəhid uşağı gətirirlər başına belə puf eləyir, uşağın başına tüpürür. Get zibillə tüpür, sapıq.
Din adı övliya nə deməkdir? Ellezine amanu və kanu yettaqun. Yəni Allaha iman gətirən, Allahdan qorxanlar. Amma övliya deyib insanı şişirdib Allah dərəcəsinə qoymaq olmaz. İnsan niyə yaxşı əməl edir? Cənnəti qazansın deyə. Onlardan nələrini görmüşəm hələ. Sonra gördüm hələ bir 50-60 dənə qız, cavan qızlar, hicablı qızlar sıraya dayanıblar, ağlayırlar. Dedim, bunlar niyə ağlayırlar? Deyir ki, övliya ilə görüşmək istəyirlər. O, həmən o alma yiyib, su içib atan. Övliya bunlarla görüşmür. İstəyirlər övliyanın əlini öpsünlər. O da çox təvazükardır, belə əlini vermir. Dedim, kül sizin başınıza. Ağlayırlar. Niyə? Hoca əfəndini görmək istəyir hocanı. Hoca bizi qəbul etmir. Niyə görmək istəyir? Arafa meydanında. Allaha dua elə, Allahdan cənnətsə. Hoca deyir, bizlə əllə görüşmür. Biz nədənsə məhrum olmuşuq. Ağlayırlar, gözlərindən bir yaş gəlir. La ilahə illallah. Bu nə dindir? Arafa meydanındasan. Özdəki bu övliya didiləri biraz şeydirlər, maşenliklər. Onlardan birisi də vardı o. Ölkəmizə belə çox gəlib gedirdi. Osman Nuri Topbaş, sapığın birisi. Odur da, o oturandan sonra gəlib onun yerində oturdular, belə-belə şeylər edirdilər. İndi güya bunlar çox təvazıkardılar belə. Övliya didi həmişə əlini öpürlər axı bunların. Peyğəmbərin məscidində, baxın, bir dənə sizə hadisəni danışım. Peyğəmbər Rasulullahın məscidində Ramazan ayıdır. Orada gedirik, Ramazan ayında hər kəs iftar açırlar. İftar süfrəsində iftar edirsən. Nədir? Xurmadır, qatıqdır, yoğurtdur, belə şeylər. Bir dənə simitdir. Peyğəmbər məscidinin içərisində, kənarında. Otduq orada dedilər ki, bu filan təriqət şeyxinin süfrəsidir. Kimdir bu? Hansısa Türkiyədən gəlib, Osman Nuri Topbaş, nəsə. İndi bu gəlir, baxın, bunların şeylərinə baxın. Güya bu o təvazükardır, bunun əlini öpmək istəyirlər, bu da əlini belə çəkir. Kənardan teatr. Yəni, bunu belə eləyincə, cəmaat nə qədər cəmaat? Əl öpmək zad yoxdur. Mən əlimi niyə öpürsünüz? İndi gəlir bunu, hocam əlini öpün, bu əlini çəkir, bu onun əlini çəkir. Vallahi teatr. Bu nədir? Sonra şey var. Bu sapıqlara bir dənə cəzbə deyilən bir şey var. Cəzbə. Yəni o qədər iman artır ki, birdən-birə coşur, qışqırır. Sahabələr iman artanda alta buyurur ki, Quran-ı Kərimdə, bir ayə ilə də deyir, olan imanı artanda gözlərindən yaş gələrdi. Əbu Bəkir, Ömər, Osman, Əli, Əhl-i Beyt, sahabələr, neyiniyər? İman artanda gözdən yaş gələrdi. Bunlarda nədir? Qışqırma. Belə qışqırırlar. Peyğəmbərin məscidində oturmuşuq. O övliya dedi, o sapıq Osman Nuri Topbaşın süfrəsidir. Süfrə açıb, 3-4 nəfər əl öpdü. Bax, iftardır. Düşünün, iftardır. İftar. Açdıq iftarı. Orada bir dənəsi oturub, güya bu imanı artıb. Bir dənə qışqırmaq qışqırdı Peyğəmbərin məscidində. İnan türklərin biz oldu. Evi ki, biz soxdular, şiş soxdular ona. Cin girdi, şeytan girdi. Deyirəm, abi bu neyini? Deyir, bu cəzbəyə gəlib, imanı artıb. Dedim, imanı artanda eşək kimi anqırmaq lazımdır, uzun qulaq kimi. Mən dözə bilmədim. Mənə belə tərs vaxtlar ki, bu Allah düşməni hardan gəlib. Dedim, iman artanda uzun qulaq kimi anqırmaq lazımdır. Güya cəzbəyə gəlib. Belə şeylər zad eləyir. Belə şey var dinimizdə. Subhanallah. Biraz geçsə, Peyğəmbər istəyirsə vurardılar, hə. Belə şey yox dinimizdə. Bu sufizmin uydurmasıdır. Elə bundan başlayır, övliyanın tüpürcəyi, övliyanın əli dəyən yer, su, nə bilim, filan. Axırda şirdib Allah dərəcəsindən qoydular övliya dediyi şəxsləri. Peyğəmbərin sahabələri belə olub, Əhl-i Beyti belə olub, yox. La ilahə illallah. Onlardan bəziləri var, güya iman artır. Belə şeylər. Deyəm, nə olub? Deyir, iman artıb. Deyir, iman artan tok vermək lazımdır. İman artanda insan namaz qılar, dua edər. Belə. Belə şeylər eləyir. Subhanallah. Bu din deyil. Nəsə, söhbət düşdüklərindən də danışdım sizə ki, yəni təbərrük ancaq Peyğəmbərə aiddir, amma bu övliyalar, sapıqlar, nə bilim, filan şeylər, belə şeylər inanmayın. Sonra, Fatihə surəsi oxumuş su ilə qüsul, yuyunmaq, etmək düzgündürmü? Cavab, məsələ, bəli, bunu misal üçün alimlərdən soruşurlar.
Ruqya deyirlər buna. Qurandan şəfa niyyətlə oxunma. Suya oxunursa. Məsələn, həmin sudan, misal üçün, xəstənin içməsi və ya onunla yuyunmasında heç bir problem yoxdur. Subhanallah. Yəni, suyun içərisində oxuyursan, İxlas, Fələq, Nas, Ayət, Qüsü, Fatihə, hələ sidr tozu əlavə etsən yaxşıdır. Həmin xəstənin üzərinə, yəni o suyu tökmək olar, o sudan yuyuna bilər, dəstəmaz ala bilər. Peyğəmbərimiz salsın, Səbit İbn Qeys İbn Şəmməs üçün suya oxuyub, sonra həmin suyu onun üzərinə tökmüş və bu da şəfasına səbəb olmuşdur. Əgər bir insan özünə, qardaşına, kiməsə Fatihə surəsi və dua oxuyub suyu üfürsə, o suyu içə bilər, bədəninə tökə bilər, Allahın izi ilə şəfadır. Eyni şəkildə insan öz bədəninə, əlinə, ayağına, sinəsinə ağrıyan bir yerə qoyar, Fatihə surəsini oxuyar, üfürər. Oxuyor. Misal üçün, Bismillahirrahmanirrahim. Belə. Elhamdülillahi Rabbil aləmin. Ər-Rahmanirrahim. Və belə. Maliki yevmiddin. Yəni ağrıyan yerə. Bu caizdir. Yəni bunu sahabilər də eləyiblər və Peyğəmbərimiz s.ə.v onların etdiyini təsdiqləyib. Ona görə də həmçinin təcrübə ilə sübuta yetirilib ki, Fatihə surəsi və digər Quran ayələri oxumuş su ilə yuyunmaq, qüsl almaq, həm cin, sehir, göz dəyməsi, həm də bədənə bağlı xəstəliklərə, təkcə psixoloji narahatçılıq deyil, digər xəstəliklər üçün nədir? Şəfadır. Bu su ilə qüsl olan xəstə Allahın izni ilə həm fiziki, həm də ruhi rahatlıq, sakitlik, şəfa tapır. Yəni bu təcrübə və sınaqlarla təsdiqlənmişdir. Quranla ruqya, yəni şəfa oxumaq böyük fayda, müsbət təsir və Allahın izində şəfa vasitəsidir. 10. Fatihə surəsini bir kağıza yazıb, sonra onu suda əridib, o su ilə qusl almaq caizdirmi? Bunun təsiri varmı və necə yazılmalıdır? Allahın alimlərin sözlərinə görə Quran-ı Kərim ayələrini, o cümlədən Fatihə surəsini elə kağıza yazırlar ki, o kağız suya atılanda ərisin. Amma onu nə ilə? Çeynəklə yazmırlar. Zəfəranla yazırlar. Zəfəranla yazır. Çünki zəfəran faydalıdır. Yəni elə bir kağıza yazırlar ki, o kağız ərisin. Amma kağızı belə ərimirsə, kağıza yazır, ruçka ilə salmanın faydası yoxdur. Suya qoyulur, o suda əriyir. O bilməm nə kağız növüdür, bilmirəm. Elə ondansa, elə oxu, ən yaxşı ağza yaxınlaşdır nədir? Oxu. Fatihə surəsi şəfa tapmağı, təsir görməyə mane olan səbəblər varmı? Bax, çox gözəl sualdır. Bəzi insanlar belə şikayət edirlər. Mən zikirləri oxuyuram, 5 vaxt namaz qılıram, lakin hələ də qorxulu yuxular görürəm. Narahatlıq və yorğunluq hiss edirəm, şəfa tapmıram. Bunun səbəbi, əlbəttə Allah daha yaxşı biləndir, lakin alimlərin izahına görə bir neçə əsas maniyə vardır. 1. Qəlbin Allaha deyil, başqasına bağlanması. Yəni şəfanı Allahdan deyil, həm ondan, həm də ruqya oxuyandan və ya digər vasitələrdən gözləmək. Yəni bu təsirin qarşısını alır. Çünki şəfa verən yalnız Allahdır. Ruqya oxuyan isə sadəcə bir səbəbdir. Yəni qəlbini səbəbə bağlayırsan ki, bu ruqya oxuyan güclüdür. O oxuyursa düzələcəm. Xeyr. Səbəbə bağlama qəlbini. Səbəbin sahibinə bağla. Sadəcə o bir səbəbdir. Şəfa verən kimdir? Uca Allah Teala. 2. Bidət və dəlilsiz zikirləri oxuma. Bəzi insanlar Quranda və sünnədə sabit olmayan sözləri, duaları oxuyur. Bu da əlbəttə təsir göstərmir. Əksinə zəiflədir. Elələri var, ruqya deyə ortaya çıxır. Misal üçün birisini paylaşırlar. Nədir əli duası? Nədir? Əlini çağır duası. Əli ibn Əbi Talib deyir ki, məni çağırdı ya. La ilahe. Nədir əli nə demək? Əlini çağır nə deməkdir? Əli ibn Əbi Talib cənnət əlidir. Allah dərgahında ən uca məqam sahiblərindən, amma o dünyadan sənin sözünə cavab verə bilməz o. Nədir? Əli nə demək? Əlini çağır nə demək? Və ya nə bileyim, Şəhmaran duası, nə filan dua. Baxırsan, içində şirk dolu. Sonra cəmaata paylaşırlar bir dənəsi. Bidəmil Hüseyin. Hüseynin qanı xatirinə. Bidəmil məzlum. Məzlumun qanına görə mənə kömək ol. Bu nə dua? Peyğəmbərimizdə belə dualar var. Quranda, sünnədə o qədər dualar qalıb, uydurma dualar edirlər, sonra təsir olmur. Tam tərsi olur. 3. Namaz. Vaxtı-vaxtına qılma. Səhər-axşam zikirləri. Çoxları səhər-axşam zikirlərini etmir. Və ya yuxu zikirlərində səhləkanlı, yatmamışdan əvvəl zikirlər. Bəzi insanlar müəyyən dövrlərdə çox ibadət edir, sonra tərk edir. Halbuki davamlıq, sabitlik və ixlas ilə zikirlərin təsiri artır. 4.
oxuduğu ayə və duaların mənasını dərk etməmək. Yəni, Quran-ı Kərim və Fatihə yalnız dildə oxumaq üçün deyil, qəlblə anlamaq, düşünmək, hiss etmək üçündür. Mənanı dərk etmədən oxumaq qəlbin təsir almasını azaldır. 5. Yalnız rüqya və zikirləri dinləməklə kifayətlənmək, öz-özünə oxumaq. Çoxları neyini? Mən ancaq Qurandan dinləyirəm. Dinləmək də gözəldir, amma nədir? Oxumaq da lazımdır. Ən güc təsir insanın öz dilindən və qəlbindən çıxan oxunuşdur. Sadəcə dinləmək deyil, özün oxumaq və dua etmək şəfanın açarıdır. 6. Bəzən insan zahirən sağlam görünsə də, xəstəlik artıq onun daxilində gizlənmiş olur. Ruhən, qəlbən və ya bədənlə. Ona görə nədir? Qorunmaq müalicədən daha xeyirlidir. Qorunmursan sən işlə. 7. Lakin bəzi insan nəticəni tez görmək istəyir, dərhal şəfa tapmaq arzusundadır. Əgər istədiyi anda şəfa gəlməzsə, tez bezir, ümidsiz olur, imanı zəifləyir, inamı zəifləyir və tərk edir. Xüsusilə, baxın, insanda ola bilsin ki, buna cadu ediblər və onun təsiri qalıb. Sağaldı, tərk edir. Sonra təsiri yenidən qayıdır. Əksinə sən davamlı olmalısan. Vacib olan odur, insan nə bezsin, nə də ümidsizliyə düşsün. Əksinə, yenidən qalxsın, mübarizəsini davam etdirsin. Gücünü yalnız Allahdan alsın. Çünki qüvvət, güc, səbir, şəfa yalnız Allahın əlindədir. 8. Təsirə yoxdur elə 40 xaçar duası. 8. mane nədir? Günahlar və günahlar. Yəni, insan Fatihə surəsi digər Quran surələrinə rüqyanın təsirini zəiflədir. Bəzini də tamamilə aradan qaldırır. Çünki heç bir bəla günahsız gəlməz. Heç bir bəla tövbəsiz qalxmaz. Kim tövbə edər, halını düzəldər və Allahla bağını möhkəmləndirərsə, onun üçün Quran şəfa daha güclü təsir olar. Buradan günah edir, buradan deyir, niyə mənə təsir etmədi? Təsir etməz ki, sən günahlardan tövbə etməmsən ki. Bir nəfər var. Deyir ki, mənə bir nəfər gəldi ki, mənə rüqya oxu, axşam oldu, dəli oluram. Axşam oldu, dəli oluram. Cinlər musallat olur, sanki ayağımın altında kəsirlər, doğrayırlar. Deyim, bəli, mən sənə oxuyuram. Amma tövbə edəcəksən, deyir, yox. Deyir, bu nə faydası var? Yüngül həyat tərzi, zinakar bir qadın. Deyir, mənə rüqya oxu, faydalı olsa, amma zinama davam edim. Subhanallah. La ilahe illallah. Nə fayda verə bilər? Ona görə tələsik nəticə istəmə. Səbirli ol. Şəfanı yalnız Allahdan gözlə. Günahdan uzaq dur. Çünki günah ruhi və bədən şəfasının qarşısını alır. Tövbə və ixlas şəfanın açarıdır. Subhanallah. 9. maniyə nədir? Estağfurullah. O qara şamzad var, hamısı cadudur. Kim Allah Teala'ya olan yəqinin, inamın zəifləməsi, təvəkkülün itməsi və ona səmimi yönəlməmək. Yəni, yəqinliyi zəifdir ki, mən bundan xilas ola bilmərəm deyə. Olmayacaqsan. Kim Allahın qüdrətinə, rəhmətinə, yardımına tam inanmaz, kim onun çətinlikdən sonra çıxışından ümidini kəsər, şəfa yolunda olmayacaq. Çünki nə zaman faydadır? Çünki qəlb yəqinliklə, ixlasla, Allah təvəkküllə təsir edir. Ümidsizlik və məyusuzluq Allahın rəhmətindən uzaqlaşdıran bir haldır. Allah buyurur, Allahın mərhəmətindən yalnız kafirlər ümidsiz olar. Yusuf surəsi 87-ci ayə. 10-cu maniyə oxuyuram, fayda vermir. Çox dinləyicilərimdir. Seyrbazlara, falçılara, fala baxanlara, qeybi bildiyi iddia edənlərə və bu kimi şəxslərə əlaqə saxlamaq. Buradan rüqya ayələrini oxuyur, oradan gedir falçıdan soruşur. Telefonda deyir, mənə baxdı dedi. TikTokda mənə baxdı dedi. Allah sənin necə kömək etsin? Sən Allahı tərk etmirsən. Belə insanlarla ünsiyyət, onların yanına getmək və onlardan kömək istəmək imanı zəiflədir, tövhidi pozur və insanı həlakə aparır. Çünki qeybi yalnız Allah bilir. Və kim qeybi bilini iddia edirsə, o Allah'a şərik qoşmuş olur. Belə şəxslər müsəlmanın qəlbinə şübhə salır, imanını sarsıdır və onu şirk və xurafat bataqlığına çəkir.
La ilahe illallah. Ona görə şəfa tapmaq istəyən Allaha təvəkkül etməlidir. Güclü ümidi olmalıdır. Məsələn, bugün mənə bir nəfər zəng eləyib, mən filan şeydən şübhələnirəm. Mən ilk sualım o olur. Cadudan niyə şübhələnirsən? Məndə cadu var. Niyə şübhələnirsən? Mən soruşuram həmişə. Niyə şübhələnirsən? Nədirsə sizdə, nədirsə yaxşıdır. Falçı belə dedi. Deyirəm, o kafirin yanına getmişsə, mənə yaman iyi gəlmişsən sonra. Niyə məndən soruşursan? Sən artıq Quran-ı Kərimə küfr etmişsən. Subhanallah. İkinci sözü bu dedi. İkinci sözü nədir? Falçı mənə dedi ki, səndə cadu var. La ilahe illallah. Falçı hardan bilir səndə cadu var? Və niyə inanırsan ona? Onlar özləri cadu edirlər sən ona inananda. Subhanallah. Həmçinin baxın, Fatihə surəsi İhdina sıratal müstəqim. Bizi doğru yola yönət. Fatihə surəsi mənə öyrətdi ki, Allah məni bu həyatda tək, çaşqın və azmış halda buraxmaz. Nə qədər ki, mən onun hidayətini səmimi qəlbdən istəyirəm. İhdina sıratal müstəqim. Bu nə deməkdir? Yəni, o məni sahibsiz qoymaz. Məni qapısız, açarsız, ümidsiz buraxmaz. Çünki kim onun hidayətini istəyərsə, Allah ona yol açar. Kim onun qapısını döyərsə, ona cavabsız qoymaz. Ona görə nədir? Hidayət istəməkdən bir an belə usanma. Ona yalvarışdan bezmə. Ümidsizlik qəlbinə yol tapmasın. Ona görə Əl-Hədi, hidayət verən Allah heç vaxt öz bəndəsini unutmaz. Hər bir sadiq qəlbə payına düşən hidayəti, sevinci və təsəlli mütləq bəxş edər. Və kim Allaha güvənərsə, ona təvəkkül edərsə, Allah ona kifayətdir. Talaq surəsi 3-cü ayə. İhdina sıratal müstəqim. Baxın, deyir. Bu deməkdir, deyir. Subhanallah. La ilahe illallah. Ona görə mömin nədir? Daim qəlbini ucalar ucası olan Allaha bağlamalıdır. Fatihə surəsi məhz bizlərə bunu öyrədir. Fatihə surəsi bizə dua etməyi öyrədir. Necə istəməli, kimdən istəməli və nəyə ümid bağlamalı olduğumuzu öyrədir. Fatihə surəsinin İhdina sıratal müstəqim ayəsi gündə 17 dəfə təkrarlanır vacib namazlarda. Təsadüf deyil. Dərin bir ilahi hikmət və tərbiyəvi işarədir ki, daim Allahdan hidayət istə, daim Allahdan istə, qəbirdən, daşdan, ağacdan, salih insandan deyil. Həmçinin bu təkrarda Rəbbani bir hidayət və Quranın bir xəbərdarlığı gizlidir. Allah bizə bu surə ilə dua etməyi öyrədir. Bizə göstərir ki, o bizim səsimizi eşidir, bizim yalvarışımızı sevir və bizim ona yönəlməyimizi istəyir. Dua gündə 17 dəfə deyir, İhdina sıratal müstəqim. Tək vacib namazları, müstəhəb namazları demirəm. Çünki yalnız o dua edən, məxluqun səsini eşidən odur. Sıxıntı olana fərəci açan odur. Dərdini gizlədənin könlünü rahatladan odur. O göz yaşını görən, sükut içindəki iniltiləri belə eşidəndir. Ona görə müsibətə düşə olana, fəryadına cavab verən odur. Ümidsizin qəlbinə ümid salan, yalnız ona çevrilmiş qəlbi ucaldan Rəbb odur. Subhanallah. Fatihə surəsi bizə öyrədir ki, dua müminin nəfəsidir. Hidayət istəmək həyatın məqsədidir. Və Allaha yönəlmək qəlbin ən gözəl səcdəsidir. İhdina sıratal müstəqim. Sən Rəbbin var. O müsibətə düşəni çağırdığı zaman cavab verən və darlığı aradan qaldırandır Nəml surəsi 62-ci ayə. O uca və mərhəmətlidir. Dua edən bir qarışqanın belə səsini eşidən, fəryadına cavabsız qoymayan Rəbbdir. Rivayət olunur ki, bir gün Süleyman əleyhissalam insanlarla birlikdə yağış duasına çıxmışdı. Yolda o kiçik bir qarışqa gördü və o qarışqa qollarını qaldırıb Allaha yalvarırdı. Ey ruzu verən, ey lütf edən, ey yardım edən Rəbbimiz, bizə yağış endir. La ilahe illallah. Süleyman əleyhissalam altına bütün həşəratların, canlıların, quşları, heyvanların dilini öyrətmişdi. Onları eşidirdi. Bu, Peyğəmbərə verilən bir möcüzədir. Süleyman əleyhissalam bunu görüb dedi, ey insanlar, geri dönün. Siz başqalarının duası ilə yetərincə təmin olundunuz. Bizim əvvəmizdə dua edənlər var. Elə həmin anda göydən bol-bol yağış yağdı. Bu duanın qüdrətinə, Allaha yönəlməyin dəyərinə bir ibrətdir. Və nə qədər acıdır ki, bugün ehtiyac içində olanlar
xəstəxanalarda ağrılar içində yatanlar, zülmə məruz qalanlar, borcun, kədərin, ruhi sıxıntının burulğanında çırpınanlar, insanların bağlı qapılarını üst tuturlar. Amma Rəbbin açıq qapısını, duanın uçsuz, sərhədsiz ipini unudurlar. Halbuki Fatihə surəsi bizə hər dəfə oxunduğunu öyrədir ki, dua Allahla birbaşa rabitədir. Ümid Rəbbin qəlbimizə qoyduğu işıqdır. Hər dəfə İyyəkə nə'budu və İyyəkə nəstə'in dedikdə biz Rəbbimizə səslənirik. Yalnız sənə ibadət edirik. Yalnız səndən yardım diləyirik. Fatihə bizə öyrədir ki, tərbiyə verir ki, qapılar bağlansa da Allahın qapısı açıqdır. İnsanlar səssiz qalsa da o eşidir. Səbəblər tükənsə də o yetərlidir. Hər dəfə Fatihəni oxuyanda Allah bizə xatırladır. Məni çağırın, mən də sizə cavab verəcəyəm. Qafir surəsi 60-cı ayə. Sanki bu möcüzəvi surə Fatihə bizə səslənir. Bir nida kimi qəlbimizə toxunur və deyir: ey ehtiyac sahibləri, ey dərdlərin, sıxıntıların və qaranlıqları arasında boğulanlar, ey kədər daşıyanlar, borc altında əzilənlər, ey zülmə məruz qalan, haqsızlıq içində inləyənlər. Görürəm, gözləriniz yaşlı, qəlbiniz qəmli. Halbuki sizə ən böyük silah var, dua var. Fatihə surəsi sanki bizə xitab edir. Niyə ağlayırsan, halbuki Rəbbin səni eşidir? Niyə qəm çəkirsən, halbuki o sənə yaxın və mərhəmətlidir? Niyə ümidsizsən, halbuki onun rəhmət qapısı heç vaxt bağlanmaz? Bu surə bizə xatırladı ki, qəlbin açarıdır, ümid imanın nurudur və kim Fatihəni ixlas oxuyarsa və Rəbbinə birbaşa yollar açan bir dua etmiş olur. Fatihə bizə deyir: sənin dərdini bilən var, səsini eşidən var, göz yaşını görən var. O Rəhman və Rəhim olan Allahdır. Bizdən kimsə qüdrətli, uca Allaha əlini qaldırarsa, Allah onu eşidər. Ona görə də zəngin, kasıb, sağlam, xəstə, hamımız bu hallara düşər oluruq. O zaman biz bunların hamısından hara qaçaq? Kimi çağırıb şikayət edək? Əllərimizi kimə uzadıb ondan istəyək? O zaman əlbəttə ki, Allaha, la ilahe illallah. Çünki dua müminin silahıdır, dinin dayaq sütunudur və səma ilə arzuların nurudur. Qapını döyün, yolları çoxaldın, israrla təkrarlayın. Bilin ki, Allahın əfv etməsi intiqamından daha sevimlidir. Rəhməti cəzadan daha doğmadır. Onun rəhməti qəzəbini qabaqlamışdır və onun səbri cəzasının qarşısıdır. Hər şeyin sahibi odur. Ey müsəlman, qapını döyən sən necə ki açılmamış kişi görürsən, uca böyük olan dərgahına qul kimi yalvardığın halda görəcəksən Allah təala sənə istəklərini verəcək. Ona görə də niyə qapını döymürsən? Niyə əziz və uca Allaha səslənmirsən? Halbuki nə qədər bəndələr onun qapısını döydülər və cavab aldılar. Peyğəmbər Yunus əleyhissalam qaranlıqlar içində olduğu zaman Rəbbinə səsləndi. La ilahə illə əntə subhanək inni kuntu minəz zalimin. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən paksən və ucasan. Mən həqiqətən zalimlardan olmuşam. Allah buyurur. Biz də onun duasını qəbul etdik və onu kədərdən qurtardıq. Biz iman gətirənləri də belə qurtarırıq. Ənbiya surəsi 87-88. Subhanallah. O Allah ki, Yunusun səsini dənizin dərinliklərindən eşitdi. Halbuki ərşin üstündə olan uca Allah. Çünki hər şeyə qadirdir. Elmi ilə, görməsi ilə, eşitməsi ilə o bizim yanımızdadır. Qahhardır, qüdrətlidir. O halda ey insan, sənin səsini necə eşitməsin? O Rəbb ki, Yunusun tək bir duasına cavab verdi. Sənin qəlbindən gələn naləni də eşidir. Səcdəyə kapandığın zaman onu çağır, etiraf et, təvazükar ol. Necə ki, Yunus ibn Məttə qaranlıqlar içərisində onu çağırdı. Sən də səslən. Çünki səcdə Rəbbinə ən yaxın olduğun andır. Yer üzündə onu çox zikr et. Zikr et ki, sənin adın göylərdə zikr olunsun. Çünki kim Allah'ı xatırlayarsa, Allah da onu xatırlayar. Hamı Allah'tan istəyir, göylərdə olan da, yerdə olan da hər gün ona möhtacdırlar. Allah buyurur, göydə və yerdə olanlar ondan istəyirlər. O hər gün bir işdədir. Rəhman 29.
Bəs hardadır ehtiyac sahibləri, hardadır xəstələr, borclular, zəif və zülmə məruz qalanlar? Niyə siz bütün bağlı qapıları döyürsünüz, amma Allahın açıq qapısını unudursunuz? Gecə və gündüz açıq olan o qapını unutma. Heç vaxt Adəmoğlundan bir şey istəmə. Qapısı heç vaxt bağlanmayan Rəbbindən istə. Çünki Allah çağırılmadıqda incinər, insan isə ondan bir şey istədikdə qəzəblənər. O halda əlini qaldır, qəlbini aç və de, ey Rəbbim, yalnız səndən istəyirəm, yalnız sənin qapını döyürəm. Çünki bilirəm ki, sən cavab verəcəksən. Necə ki, Yunusa cavab verdin. Mənə də ver, ey rəhimli və kərim olan Rəbbim. Nə gözəl, ibrətamiz bir, baxın, hekayə. Bu rivayətdə dua ilə Fatihə surəsinin və Quranın kəlamın şəfa qüdrəti necə birləşdiyini görək. Dua ilə Qurana bir araya gələndə bu vurucu, dəyişdirici bir qüvvəyə çevrilir. Subhanallah. Bax, rivayət olunur ki, Səid ibn Ənbəsə deyib, bir kişi oturmuşdu. Əlindəki kiçik daşlarla oynayır, onları ətrafa atırdı. Təsadüfən daşlardan biri dönüb onun qulağına düşdü. Qulağının içərisinə girdi. Onu günlərlə, həftələrlə ağrıtdı. Nə qədər çalışdı, çıxara bilmədi. O zaman düşün, zəif vaxtı, tip. Bir gün o kişi bir qarinin bu ayəni oxuduğunu eşitdi. Məyər darda qalan duasını qəbul edən və onun sıxıntısını aradan qaldıran Allah deyilmi? Nəml surəsi 62-ci ayə. Bu sözlər onun qəlbinə ox kimi dəydi. O başını qaldırıb dedi, ey Rəbbim, sən cavab verənsən, mən isə darda qalanam. Mənə düşən dua etməkdir, sənə düşən isə bu bəlanı aradan qaldırmaq. Və Allahın qüdrətlə həmin anda daş qulağından düşüb yerə düşür. Ağrı gedir, o şəfa tapır. Yəni, dua Allah dərgahına səmimi müraciətdir. Qurandan gələn ayə Allahın səsini insanın qəlbinə daşıyır. Və kim ixlasla dua edərsə, Allah ona anında cavab verər, necə ki, o insana cavab verdi. Onun ki, Fatihə surəsi də dua və hidayət surəsidir. Kim onu qəlbdən oxuyarsa, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Biz ancaq sənə ibadət edirik, yalnız səndən istəyirik. Və sonra desə ki, ey Rəbbim, yalnız sənə ibadət edirəm, yalnız səndən kömək istəyirəm. Bu kömək, bu cavab, bu şəfa elə o an Allahdan istəsə, Allah ona neyniyər, verər. La ilahe illallah. Ona görə də hər zaman nədir? Rəbbindən istə. Subhanallah. La ilahe. Baxın, olmuş bir hadisə. Bir ata oğlunun xərçə xəstəliyinə tutulduğunu eşidəndə onu ölkə daxilində və xaricdə bir çox xəstəxanalar apardı. Bu olmuş hadisədir. Həkimlər ona dedilər, artıq vəziyyət ümiddən kənardır. Müalicə fayda verməyəcək. Amma ata dedi, həkimlərdən ümidimi kəsdim, lakin Allahın mərhəmətindən ümidimi kəsmədim. Bir gecə qalxıb 2 rükət namaz qıldı. Sonra əllərini səmaya qaldırdı, dedi, ey Rəbbim, ey şəfa verən sənsən, mən səndən istəyirəm, oğluma şəfa bəxş eylə. Sonra da Fatihə surəsini oxudu. Əllərini üfürdü. Oğlunun bədəninə əlləri ilə məhz çəkdi, sığalladı. La ilahe illallah. Sübh açılan kimi, baxın, oğlu tərpənməyə başladı. Ata onu dərhələ həkimə apardı. Həkimlə heyrətə gəldi. Bu necə mümkündür? Xəstəlikdən heç bir iz qalmayıb. Həkim soruşdu, sən bu uşağı hansı həkim aparırdı? Ata cavab verdi, onun həkimlərin həkimi Allah sağaltdı. Şəfa onun əlindədir, ondan başqa ilah yoxdur. La ilahe illallah. Baxın nələr baş verib həyatda. Fatihə surəsi. Və səmimi, sidq ürək edilən dua. Bu hadisə Peyğəmbərimizin bu sözünü xatladı. Dua həm nazil olmuş, həm də hələ gəlməmiş bəlalara qarşı bir faydadır, deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Əgər bütün dualar, bütün qapılar bağlansa da dua qapısı açıq qalır. Əgər həkimlər aciz qalarsa, Allah heç vaxt aciz qalmaz. Fatihə surəsi şəfa, rəhmət və dua surəsidir. Kim onu imanla və ixlasla oxuyarsa, Allahın izni ilə bədənlərə şəfa, qəlblərə ümid olar. Həqiqətən də dua dində böyük məqama sahib, faydası hər tərəfli və dəyərli ölçülməz bir ibadətdir. La ilahe. Yəni, heç bir nemət dua qədər nemət gətirməmişdir. Heç bir müsibət də dua qədər uzaqlaşdırmamışdır. Çünki dua tövhidin özüdür. Yəni Allah tək ibadət, istək mənbəyi kimi Rəbbini tanımaqdır. Ona görə insanlar üçün duaya olan ehtiyac havaya, suya, ruziyə olan ehtiyacdan daha
artıqdır. Çünki dua ilə insan dünyasının da, axirətin də xeyrini qazanır. Amma dua sadəcə dilin hərəkəti deyil, elm, bəsirət, ixlas edilməlidir. Dua edən insan Rəbbini tanımalı, onun qarşısında təvazükarlıq göstərməli, acizliyini etiraf etməli. La ilahe illallah. Dua haqqında dinimizin buyruğu ədəbləri öyrənməlidir. Beləcə o bəsirətlə dua edər və bu dua onun duasının qəbuluna yaxın olar. Subhanallah. İnşallah gələcək dərslərimizdə duanın gözəlliyindən, şərtindən inşallah danışarıq bu Fatihə surəsindən əlaqəli olduğu üçün. Ona görə də yəni Fatihə surəsi haqqında bunları istədim ki, sizlərlə bölüşüm ki, daha çox bu surəyə sarılaq. Xəstələrimiz üçün Fatihə surəsini oxuyaq, əlini qoyub ağrıyan yerinə, özün, yaxınların üçün, evladların üçün, yəni bunu oxuya bilərsən. Bu böyük bir nədir? Əlhamdülillah ki, neymətdir ki, amma Fatihə surəsində dediyim kimi, o gözəl mənaları dərk edərək, hansı ki, o barədə 2 dənə dərs artıq əvvəlki dərslər var və dərsləri biz nədir? YouTube-da yerləşdirmişik. Onları nədir? Oradan girib, dinləməyənlərə aiddir. Oradan girib dinləyə bilərsiniz. Allah təala dualarımızı qəbul eləsin. Rəbbimiz sıxıntılarımızı aradan qaldırsın. Allah təala xəstələrimizə şəfa versin. Kimin sıxıntısı varsa Allah təala sıxıntısını aradan qaldırsın. Allah təala övladlarımızı salih qullarına eləsin. Övladı olmayanlara salih övladlar bəxş eləsin. Allah təala borcu olanların borcunu ödəməsinə yardım eləsin. Allah təala dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Allah təala subaylarımıza tezliklə gözəl, xoşbəxt ailə qurma nəsib eləsin. Allah təala əskərlərimizi, zabitlərimizi qorusun, onlara sağ-salamat ailələrini qovuştursun. Allah təala bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız, müstəqimiz daimi olsun. Bu ölkəmizə qarşı kim hilə qurursa, Allah onları hilələrində həlak eləsin. Allah təala düşmənlərimizin havadarlarını məhv eləsin. Üstənli bayrağımız həmişə yüksəklərdə dalğalansın. Kim bizim birliyimizə, bərabərliyimizə əl qaldırırsa, Allah onların əlini qırsın. Kim ölkəmizə qarşı pislik istəyirsə, Allah onları məhv eləsin. Kim birliyimizi, bərabərliyimizi pozursa, Allah onları darmadağın eyləsin. Allah təala dualarımızı qəbul eləsin. Allah ölkə rəhbərimiz İlham Əliyev cənablarını qorusun, işlərini müvəffəq eləsin. Allah təala düşmənlərimizi məhv eləsin. Üç rəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın. Amin, amin, amin. Əlhəmdülillah 5 dəqiqədən sonra məğrib namazı artıq yaxınlaşır. İstədim Fatihə surəsinin bu faydasından hələ də davam edir. Hələ önümüzdə çox gözəl mövzular gəlir. Fatihə surəsi bizlərə nələr öyrədir? İnsan oxuduqca qəlbi uçur, qəlbi uçur. Subhanallah. Bəli, bəli, bu bizim əlhamdülillah ki 8 noyabrda yaxınlaşır. Zəfər günü. Allah'a həmd olsun. Ən sevincli gün. O gün daha çox dua edirik şəhidlərimizə, qazilərimizə. Allah qazilərimizi də qorusun.